Deməli, hər kəsə salam. Maşınımız Toyota Avensis 2009 model. Peçin radiatoru buraxır. İnşallah ki, iştin söküb dəyişəcəyik. Demək, bu modellərdə işti sökmədən baxın, sizə göstərirəm. Burada iz var. Radiator yuxarı hissədə yerləşir. Bu modellərdə işti sökmədən radiator dəyişilməsi yəni alınmır. Sökmə işi çıxmalıdır. Eləcə də bu hissə söküləcək. Demək, işin bu hissəsini çıxartmaq üçün buradan çəkirik çıxır. Bu bar hissəni çıxartmaq üçün bax, yanı çıxardırıq. Sonra bar hissə çıxır. Sonra etap belə şit sökülür. Şitin üst hissəsi ayrı çıxır. Qaydada. Vahid. Ay Vahid. Hə? Start telefon kanalı hansındandır? Köhnə qədimi start edildi. Yekələr var. Hava su kimi yığılır. Peçin radiatoru bu tuşda altdadır. İnşallah ki, bu hissələr söküləcək. Peçin radiatorlardan görükür. Şimdi bu hissə söküləcək. Ondan sonra radiator çıxacaq inşallah. Radiator bu korpusun solundadır. İnşallah onu sökəcəyik. Bolt açıldı. Əsas o bolta görə biz onu söktük. Korpus çıxacaq inşallah. Demək, bu trubkanı çıxartmağa ehtiyac yoxdur. Bu yanını açmışıq, biraz qaldırmışıq. Korpus görürsüz laxlayır. İnşallah ki, bu yana çıxacaq. Radiator onun içində yerləşir. İşte. Antes tökülüb. Radiator deşildiği için buradan filtresi tökülüb. Gelip patladı. Radiator. Görürsünüz, radiator bax, bu hissədən çürüyüb.
salonda. Görürsünüz bura antifriz axır. Antifriz eləyib belə. Kondisionerində, peçində radiatordan çıxır. Belə. Burada bir dənə də problem var idi. Demək məsələ nədir? Maşın kondisionerində yayda bəzən qoşulub fasiləsində verməsində problem olub. O da ki bu kondisioneri idarə etmə bloku ki var. Bax, radiomu görürsünüz yanıb. Bunu da bərpa eləyəcəyik. O problem də aradan qalxsın. Sonunda da görürsünüz. Radiomun pinin ikisi yanıb. Bu kondisioner idarə etmə blokudur. Bunu da düzəldəcəyik inşallah. Buradan kondisioner, buradan peçin trubkaları kesildi.